Paltaryanlarla bağlı hamıya bir dənə şey maraqlıdır ki, bu paraşok qabı necə çıxardır? İndi bir 3-4 dənə modeli çəkəcəm. Axıra qədər baxın, bəlkə sizin də modeli var burada. Məsələn, ELC necə çıxır? Açdınız. Bax, burada bir dənə yer var. Barı qoyulmalı yer. Buranı basırsınız. Çıxartdınız. Gördünüz. Bax, bu belə çıxdı. Bunu göstərirəm. Hotpoint Ariston paraşok qabı necə çıxır göstərirəm. Diqqətlə baxın. Ehtiyatlı olun. Düzəldim deyərkən gözünü qırmayın. Gözünü çıxartmayın yəni. Bax, belə buradan bir dənə yüngül çəkirsiniz, baxın görürsünüz. Bura aralandı. Sonra bir dənə də buradan çəkirsiniz. Yavaş, çox yavaş eləmək lazımdır. Eləyə bilmirsiniz, eləməyin. Bax, beləsinə çıxır, aparıb yürürsən, gətirib də bu xətlə taxırsan yerinə, qoyursan yerinə. Bunu da görürsünüz, belə saldırın, girdi içinə. Yəni, diqqətli olmaq lazım. Bu son dərəcə, yəni ki, çətin və ehtiyat tələb edəndir. Bu ELC modeldir, paraşok qabı necə çıxır bunlarda. Bu, OBC modelindən eynidir. Bax, buradan bastın, çıxdı. Apardın, yudun, gətirdin, qoydun yerinə. Servizdə nə qədər ki paltaryan var, onların paraşok qabları necə çıxır göstərirəm. Məsələn, Siemens model paltaryan, paraşok qabı necə çıxır? Çox adam deyir ki, bilirəm, bunu bilməyənlərə çəkirəm. Bilməyənlər heç olmasa bir dənə də sağ ol yazar ki, yəni ki, bildik. Bax, bunu yenə burada baş barmağına bastın, çıxartdın özünə tərəf. Bax, burada baş barmaq basılan yer var. Apardın, yudun, gətirdin, qoydun. Samsung model gördüyünüz kimi bunlardan necə çıxır? Diqqətli olun. Baxın, görürsünüz, gəlmir. Burada ki, barmaq zat yoxdur. Baxın, burada bir dənə belə bir şey var. Bax, bunu basırsan, çıxardırsan. Aparıb yürürsən, gətirirsən. Yəni, bu modellərdə də belə çıxır. Digər modellər də gəldikcə çəkəcəm. Heç olmasa bir dənə sağ ol yaza bilərsiniz. Məsələn, bu Siemens markalı modeli. Bunda da burada baş barmaq var. Basırsan, çıxardırsan. LG bunda yəni eynisidir. Yəni, digər modellər də var ki, onları da çəkəcəm. Heç olmasa bir dənə sağ ol yazın. Və modelimizin adını rəylərdə yazın. Onları da çəkim. Yəni, hər modelin yazdığımız ona uyğun videolar çəkəcəm.